Salam əziz dostlar. Çəkərdə yeralma, soğan, bir də pomidor. Onu pişirməm öyrədirəm. Əvvəl yeralma doğramışıq bir əndazə kabı, bir dənə fəzilə. Tökəcək yağa. Yağda qəşəng qoğuracağıq. Qoyacaq, güclü yeralmalar gözünü tapdı, qoyuldu. Soğanı həm zaman 5-6 dəqiqədən sonra soğanı tökəcəyik. Soğanı doğramışıq, amadə qəşəng. Yox, narin doğramışıq. Bətər bu qədər ləzzətlidir. Məzundur, məzun. Yeralma qoğurundan sonra açına qoğurulduğa soğansa da tökəcəyik. Hepsi tökəcəyik. Bir dənə soğan olsa görək. Məsələn, bir yeralmaya bir daha alıcı soğan. Əlbəttə bu çəkəkləri bir gözən yeralmağa da arı qoğurdu, soğağa da arı qoğurdu. Qalıb indi, məsələn, olar ki, meyvə eləyəcəklər sərqələrini. Hələ bir modeldə söyə ki, bu qəza doğrusu. Çəkəkləri izafələdir o. Çəkəkləri də bir əzəldir ki, bunlar narin olsun. Elə yeralmalara tayyor olsun. Sonra özün tapsın, yeməli olsun. Vətən də ləziz qəzadır bu. Sözdə getdiniz, həyəcədən getdiniz, evdə, xanavadə ilə. Elə biraz təhiyyə eləyəsiniz. Rahat özü nəhayət 20 dəqiqə çəkər. Qalır ki, teydadda da çoxaldıqsa da yeralmaların da ətində, həttin çoxaldın. Gördün, çəkşəkləri ilə deyəm buyurdum ki, narinləşdi hamısı. Eynim yeralma hekayəti oldular, soğan hekayətini görür. Dedim, bəzən çox qızarlar. Bəzədən az qızarlar. Qalır indi hər kəsin əziz sərqəzi olur. Ondan sonra ədviyyələrini izafədədir o. Qərəb biber, tuzun buyruğu, sarı kör. Həddi vuracaqsınız ki, yeməli olsun. O da kırmızı biberdir. Qaldı sərqəzə. Mən bir də darçın bürəm elə qəzalarımın əksərini. O darçın bətəyi silikli mənfəəti də vardır. Gördünüz. Elə də çox səhmir ki, pişirmək. Pomidorumuzda doğrayıq. Lazımən də doğrayıb amadə eləməmişəm. Bəli, pomidoru da vurduq. Buduqdan. Pomidoru vurandan sonra qapağı biraz üstünə 20 dəqiqə daha, bir gün 20 dəqiqə qalacaq, özün tapar. Gördüğünüz elə bu rahatlıqda var. Çətinliyi də yoxdur, gördüğünüz.
Qəşəng qapağı qoyacağız üstünə. Hududan 20 dəqiqə qalacaq. 20 dəqiqə qalandan sonra bir ləziz qəzi olacaq. Çəkşəkdə yer alma, soğan, pomidor. Ədviyələrini də izafə etmişik. Olacaq məzun. Evdə xanavadə, möhtərəm, əzizlərinə meyl edəsiniz. Təqdim bir tamamı əziz dostlarımıza. Teysiz ki, donbal eləyisi təşəkkür edim hamımıza. Ya Ali, Xuda.